İşe gidəndə gördüm ki, Xamneyinin şəkli önünə qərənfillər düzülüb. Yəni bu biz Azərbaycan xalqının qonşunun dərdinə göstərdiyi həmrəylikdir, solidarlıqdır. Heç kim qarışa bilməz buna. Ürəyi yanır, aparıb qərənfil qoyub və heç kim də ona maneçilik törətməyib. Günorta saatlarında adam eşidir ki, Naxçıvan aeroportuna, Naxçıvanda məktəbin yaxınlığına dron zərbəsi olub, mərmi düşüb. Yəni, istənilən Azərbaycan qanı axan vətəndaşa bu pis təsir eləyər. Azərbaycanlılar həqiqətən dərin və müdrik insanlardır. Biz müdrik xalqıq. Bu, qonşuda müharibə getmək, qonşunun evinin yanmağı kimidir. Ağlı olan heç bir kəs qonşusunda müharibə getməyə, qonşunun evinin yanmağına sevinməz. Heç bir kəs. Və prezidentin çıxışına baxıram, dəfələrlə təkrarda baxıram. Bütün bu əməllərdən sonra, dron zərbələrindən sonra yenə təkidlə deyir ki, Azərbaycan öz ərazisindən qonşusuna qarşı istifadə olunmağına icazə verməyib, verməyəcək. Yəni, başa düşürsünüz bu nə qədər qürur verici bir andır, qürur verici bir amildir. Şükür Allaha ki, ölüm itim olmadı, yaralanan olsa da ölüm itim olmadı. Yəni, bilirsiniz ki, o vaxtı da təyyarəmiz vurulanda cənab prezident Moskvaya eniş eləmədi, qayıtdı Azərbaycana, Azərbaycan xalqının yanına. Yəni, indi kommentlərdə yazacaqsınız belə filan. Mən öncədən demişəm, Azərbaycanın bir dövləti var, bizim bir dövlətimiz var və mən bir vətəndaş kimi dövlətin yanındayım. Və prezidentin belə çıxışları ilə də fəxr eləyirəm ki, yəni bu qonşunun dərdinə şəriklikdir, həmrəylikdir. Bunun üstündən vicdanı olan hər bir Azərbaycanlıya pis təsir eləməlidir ki, cənab prezident demişkən deyir, məndən başqa heç bir prezident gedib başsağlığı verməyib səfirliyə. Yəni, bu insana həqiqətən pisdir. Biz qonşunun evinin yanmağına sevinmirik axı. Bu qədər Allah dünyamızı salamatlıq eləsin.